Son 17 ildə 2008-2024-cü illərdə Azərbaycanda 3.584.783 nəfər sürücülük vəsiqəsi alıb. Yeniavaz.com xəbər verir ki, bu dövrdə sürücülük vəsiqəsi alan kişilərin sayı 3.291.855 nəfər, qadınların sayı isə 292.928 nəfər olub. Qeyd edək ki, 17 il əvvəl 2008-ci ildə sürücülük vəsiqəsi alan qadınların sayı cəmi 6.187 nəfər olub və bu ümumi göstəricinin 4,6%-ni təşkil edib. Həmin il kişilərin payı 95,4% olub. Sonrakı illərdə sürücülük vəsiqəsi alan qadınların sayı artmağa başlayıb. 2024-cü ildə ölkədə 57.295 qadın sürücülük vəsiqəsi alıb. Bu 2008-ci illə müqayisədə 9,3 dəfə artım deməkdir. Qadınların ümumi payı 15,9%-ə yüksəlib ki, bu da son 17 ilin ən yüksək göstəricisidir. Son 17 ildə Azərbaycanda sürücülük vəsiqəsi alan qadın və kişilərin sayı və cins bölgüsü belə olub.